Salam dostlar. Bugünkü dərsimiz C#-da OOP anlayışının fundamentallarından danışmaqdır. Ümumən, birinci OOP haqqında danışanda, obyekt yönümlü proqramlaşdırma haqqında danışanda nəyi bilmək lazımdır? Obyekt yönümlü proqramlaşdırma bir paradigmadır. Yəni, paradigma nə deyə biz özümüzə sual versək, belə bir hekayə kimi bir şeylə danışım. Onun necə deyirlər, xüsusilə OOP mənasında və ya ümumən proqramlaşdırma dillərinin inkişafını, proqramlaşdırma dillərinin istifadəsini rahat başa düşə bilmək üçün bu paradigma anlayışını biz düzgün anlamalıyıq və bu bizə düzgün bir fəlsəfi yanaşma verəcək. Ona görə birinci, bunu da tam başa düşə bilmək üçün proqramlaşdırmanın inkişaf mərhələsinə biraz göz atmaq lazımdır. Təsəvvür edin ki, proqramlaşdırma ilk dönəmlərdə, belə deyək ki, 50-ci, 60-cı illərdə çıxan proqramlaşdırma dilləri və ya o vaxtki texnologiyanın tələbləri nə idi? Deməli, o dönəmlərdə sizin kompüterinizin həcmi kilobaytlarla ölçülürdü və orada yaza biləcəyiniz proqramın həcmi də onun həcmində idi və sizin görə biləcəyiniz işlər bəsit işlərdir, riyazi bir əməliyyatlar. İndi biz bu vaxta kimi C#-da keçdiklərimizlə müqayisə eləsək, mənim hər hansı bir kalkulyator yaza bilməyim üçün, riyazi hesablamanı yaza bilməyim üçün C#-dakı minimal tələblər kifayətdir. Məsələn, mən əgər bir kalkulyator yaza bilmək istəyirəmsə, mənə lazımdır sadəcə konsoldan məlumat daxil oluna bilsin. Ondan sonra ikinci, daxil olunan məlumatlara görə, conditionlara görə, if-else-lərə görə mən nəsə nəticə verə bilim. Maksimum şəkildə mən bunu funksiya ilə daha kompaktlaşdırıb edeyim. Yəni, bu deyək ki, ilkin əgər məqsəd proqramlaşdırmada riyazi hesablamaları aparmaqdırsa, yəni bununla, bu sadəcə dəyişən, function və belə deyək, conditionlarla mən bu işimi həll edə bilirəm. Çox rahat şəkildə həll edə bilirəm. Amma iş artıq inkişaf eləməyə başladıqca, tələblər artmağa başladıqca nə yaranır? Nə meydana gəlir? Deməli, bunun üçün bəsit bir hekayə danışacağım. Yəni, bu real bir hekayə deyil. Sadəcə mənim özümdə bu işi rahat başa düşə bilməyim üçün belə deyək, ortaya atdığım bir hekayədir. Bu da nədir? Deməli, siz təsəvvür edin ki, 60-cı illərdə, məsələn, bunu hətta iki insan üzərindən nümunə verərək daha rahat izah edə bilərəm. Deməli, Steve Jobs'la Bill Gates 1955-ci ildə dünyaya gəliblər və ilk proqramlaşdırma dillərindən olan oturaqlı proqramlaşdırma dili dediyimiz dil C dili idi. Yəni, C dilinin strukturuna bir dənə biraz analiz eləmək lazımdır. Əlavə araşdırma deyərək də baxsaq, C dilinin strukturu, yazma strukturu necə idi? C dili, deməli, siz kodun, bir application'ın bütün mərhələlərini yuxarıdan başlayaraq yaza-yaza aşağıya doğru gedirsiniz. Düzdürmü? Biz buna imperativ yanaşma deyirik. Yəni ki, iş bölgüsü olmadan bir fayl açırsınız. Yəni, çox bəsit şəkildə izah edirəm bunu. Fayl açırsınız və başlayırsınız o faylın içərisində bütün requirementlarını yerinə yetirməyə. Yəni, sizin yazacağınız proqramın tələbləri nəsə onu yerinə yetirməyə. Və biraz C dilini özünüz də araşdırsaq görərsiniz ki, C dili komanda şəklində işləmə, imperativ dil olması baxımından, imperativ yanaşma ilə hazırlanan bir dil olması baxımından imkan vermir ki, imkanları o qədər rahat deyil ki, sizə komanda şəklində işləməyə icazə versin. Və ilk proqramlaşdırma ilə bağlı ortaya atılan ciddi proqramlar C dili ilə, Fortran-la, COBOL-la və s. yazılır və bunlar hamısı imperativ dillərdir.
İndi bu və diqqət eləsəz, o dönəmdə yazılan proqramları da biraz analiz eləmək fürsətiniz olsa, diqqətinizi çəkən bir məqam olacaq. 99% proqramların əksəriyyəti bir nəfərin əlindən çıxır. Yəni bir proqramçı oturur, bir dənə proqramı yazır. Amma bu günümüzə müqayisə eləsə, bu gün bir proqram üzərində minimum 4-5 nəfər, 10 nəfər, 20 nəfər, 100 nəfər, 1000 nəfər və Facebook kimi böyük applicationlar üzərində 10 minlərlə developer işləyir. İndi sizin bu kimi böyük applicationların üzərində işləyə bilməyiniz üçün sizin istifadə elədiyiniz alətin, yəni proqramlaşdırma dilinin bu şəkildə komanda şəklində işləməyə uyumlu olması lazım. Bu birinci məsələ. İndi bunun hardan yarandığını, yəni bu iddianın, bu necə deyirlər, niyyətin hardan atıldığını mən sizə izah edeyim. Demək, təsəvvür edin ki, 55-ci ildə bu Bill Gates və Steve Jobs dünyaya gəldi. O dönəmdə proqramlaşdırma ilə məşğul olan insanlar iki kateqoriyaya ayrılırdı. Birincisi, elm adamları sırf proqramlaşdırma üzrə. Deyək ki, bunlar riyaziyyatçılar idi və s. idi. İkinci kateqoriyada insanlar isə kimlər idi? Məsələn, fizikdir, öz istədiyi əməliyyatları, riyazi əməliyyatları daha rahat hesablatdıra bilmək üçün özü üçün bir dənə proqram yazırdı və ondan istifadə edirdi. Və o dönəmdə bu proqramların, bu proqramlaşdırma dilləri istifadə edən adamlar, yəni proqramçılar deyək, o dönəmdə alimlər idi onlar. Proqramçıların hamısı demək olar ki, proqramlaşdırma dillərini non-commercial məqsədlərlə istifadə edirlər. Research məqsədi ilə, araşdırma məqsədi ilə, ondan sonra məqsədi ilə. Yəni ki, ondan hər hansı bir maddi gəlir, birbaşa proqramlaşdırma üzrəndən maddi gəlir əldə edeyim niyyəti ilə getməkdir. Amma Bill Gates və Steve Jobs bu adamlar da proqramçı idi və bu adamların hədəfləri fərqli idi. Bu adamlar baxdılar ki, proqramlaşdırma çox yaxşı gələcək vəd edən bir elmdir və dedilər ki, biz necəsə eləməliyik ki, bu proqramlaşdırma sahəsində biz maddi gəlir əldə edək. Yəni, bunu commercial olaraq necə istifadə edə bilərik, dedilər. Və o dönəmdə, təsəvvürən 70-ci illərdən danışıram, 70-ci illərdə əməliyyat sistemi olaraq Linux, Unix var idi. Linus Torvaldsın və Dennis Ritchie'nin əsəri olan əsas əməliyyat sistemləri və bunlar open source idi. Open source nə deməkdir? Yazan proqramçı səlahiyyət verir ki, onun istifadəçilərinə, o proqramdan istifadə edən insanlara səlahiyyət verir ki, götürüb proqramı dəyişdirə bilsinlər. Yəni, kodu dəyişdirə bilsinlər, kodu update edə bilsinlər və s. edə bilsinlər. Bu, belə olan halda siz açıq qaynaqlı kodu commercial məqsədlərindən sata bilməzsiniz. Yəni, bu onun qaydasıdır. Yəni, satmağınız da mümkün deyil. Adam əgər deyirsə ki, əgər o kod qapalı sistem, açıq sistemdirsə, adam deyəcək ki, satın alan adam və ya alan adam deyəcək ki, mən bunu özüm improve elətdirə bilərəm. Niyə? Mən gedim bu improve elətdirə bilməm, inkişaf elətdirə biləcəyim şey niyə pul verir? Amma bunun qarşılığında xüsusilə Bill Gates'in iddiası o idi ki, deyirdi ki, mən əgər bu proqramlaşmadan pul qazanmaq istəyirəmsə, mən məhsul istehsal etməliyəm. Məhsul da nədir? Bir proqramdır. Amma elə bir proqram ki, bunun source kodlarına, yəni qaynaq kodlarına heç kim müdaxilə edə bilməsin. Ki, mən onu rahatlıqla məhsul olaraq sata bilim. Və o dönəmdə adamlar Windows sistemini yaratdılar, Windows əməliyyat sistemini yaratdılar və bu Linux-dan fərqi qapalı əməliyyat sistemi idi bu. Yəni ki, siz Windows-un source kodlarına müdaxilə edə bilmirsiniz, oraya hər hansı bir əlavə və ya çıxarma edə bilmirsiniz. Bunu eləyə bilməyiniz üçün sizin Windows-a başvurmanız lazımdır, deməyiniz lazım ki, mən Windows-da belə bir dəyişiklik eləmək istəyirəm. Və təbii ki, bunun qarşılığında bir ödəmə eləməyiniz lazım olacaq. Buna görə Bill Gates dedi ki, mən bunu artıq məhsul halına gətirdim. Minimal şəkildə hazırladılar və ilk şirkətlərini təmin edilər. Ondan sonra qarşılarına hədəf qoydular. Dedilər ki, biz əgər çox pul qazanmaq istəyiriksə, nə etməliyik? Çox məhsul istehsal etməliyik. Yəni, çox proqram istehsal etməliyik. Çox proqram istehsal eləmək üçün də sizin o proqramı istehsal edəcək proqramçılara ehtiyacınız var.
Çoxlu proqramçıya ehtiyacınız var. O 70-ci illəri özümüzdə təsəvvür eləsək, o dönəmləri yaşamasaq da, o dönəmdə ola biləcək proqramçı sayını siz təsəvvür edin. Çox azdır. Və bu da o adamların, yəni mən əgər məhsul satmaq istəyirəmsə və çoxlu proqramçı işə almaq istəyirəmsə, çoxlu proqramçı olmalı. Və ondan sonra bu adamlar qərar verdilər ki, dedilər ki, biz elə eləməliyik ki, məhsul satmaq istəyirəm, məhsulu istehsal eləyəcək adam yoxdur, adam yetişdirmək lazımdır. Adamı yetişdirmək üçün, proqramçı yetişdirmək üçün istifadə olunan proqramlaşdırma dillərinin elə strukturda olması lazımdır ki, rahat öyrənilə bilsin, rahat başa düşülə bilsin və komanda şəklində işləməyə icazə versin. Komanda şəklində işləməyə icazə versin. Bunu eləyə bilsələr, o dönəmdə qabaların hədəfi biz bunu eləyə bilsək, proqramçı sayı artmış olacaq və biz rahatlıqla məhsul sayımızı da artırmış olacaq. Və bu iddia ilə dedilər ki, biz əgər bir proqramlaşdırma dilini rahat öyrənilməsini istəyiriksə, bu real həyata yaxın olmalıdır. Real həyata yaxın olmalıdır. Real həyatdan nümunələrlə mən bunu, elə bir mənada real həyatın proyeksiyasını biz necəsə yaratmalıyıq. Bu nəzəriyyədən yola çıxaraq imperativ paradigmanın bir hissəsi olan OOP paradigması ortaya çıxdı. Obyekt yönümlü paradigma. Obyekt yönümlü paradigmanın indi izahlarını verəndən sonra görəcəksiniz ki, birbaşa insan həyatına, insanın gündəlik yaşamına uyğun olan bir paradigmadır. Nədir? Bir üslubdur. Bu proqramlaşdırma dili deyil. Bir, necə deyərlər, hər hansı bir texnologiya deyil. Sadəcə kod yazma üslubudur. İmperativ kod yazma üslubu var. Bir də, məsələn, deyək ki, bu OOP paradigması imperativ paradigmanın daxilində. İndi bunlar haqqında ətraflı danışıla bilər, amma indi yola çıxma nöqtəsi olaraq adamlar buradan başladılar. Və dedilər ki, biz elə bir sistem yaradaq ki, obyekt yönümlü paradigma üçün insanlar rahat öyrənsinlər. Bunun üçün də necə yanaşmaq lazım? Real həyatda bir işin görülməsi üçün, məsələn, biz hər hansı bir iş görürük, deyək ki, mən dərs deyirəm, tələbə dərsə qulaq asın. Burada işin görmə, dərs demə işinin ortaya çıxa bilməsi üçün, yeni biliyin əldə oluna bilməsi üçün iki tərəf var, tələbə və müəllim. Burada bu iki insan arasında ünsiyyətin təmin olunması, düzgün təmin olunması nəticəsində ortaya məhsul çıxır. Nə? Tələbə bir mövzunu öyrənmiş olur. İndi bu obyekt yönümlü paradigmada deyir ki, biz real həyatda necə ki bir insan var, insanlar arasında ünsiyyət var, biz bunu proyeksiya eləyək və adını obyekt deyək. Bu obyektlər arasında hər hansı bir ünsiyyəti təmin edə bilsək, bunun nəticəsində bir iş ortaya çıxacaq. Dolayısıyla bu əsas fundament buradan yaranır. Yəni obyekt yönümlü paradigmanın nəzəriyyəsi buradan yaranır. Ondan sonra C++ dilinə bunun ilk tətbiqini elədilər və çox gözəl elədilər ilk tətbiqini. Ondan sonra diqqət edirsinizsə C# dili Microsoft'un dilidir. Və Microsoft Bill Gates və onun ətrafındakı insanlar OOP nəzəriyyəsini ilk ortaya atan insanlar. Və ondan sonra bu adamlar dedilər ki, əgər mən qapalı sistem yaradıramsa, insanları öz sistemimə məhkum eləmək istəyirəmsə, nə edəcəm? .NET adında sizin də istifadə elədiyiniz Windows əməliyyat sistemi istifadə edirsə, .NET platforması adında Windows əməliyyat sisteminin içərisində bir platforma yaradaq. Ki, buna bir elə bir ki, hazır sistem verək, insanlar sadəcə buna ehtiyac, hər hansı bir proqramın icra olunması üçün buna ehtiyac duysunlar. Bu .NET dediyimiz şeydə siz Windows əməliyyat sistemini yükləyəndə bu yüklənmiş olur sizin kompüterinə və hara yüklənmiş olur? Gəlirsiniz burada sizdə Windows'un daxilində burada Microsoft.net haradadır bu? Microsoft.net. Bu papkanın içərisinə girsəz, burada görürsünüz ki, framework var. Burada bir dənə framework var. Adamlar Windows əməliyyat sisteminin içərisində, Windows əməliyyat sistemi ilə çox uyumlu şəkildə işləyən bir dənə framework yaradıblar. Framework dediyimiz şey nədir? Framework dediyimiz, məsələn, biz hal-hazırda hansıdır? Ən sonuncusunu yükləmişik, deyək ki, 4. Bunu internetdən də yükləyə bilərsiniz. Belə fayllar var. Bunlar nədir?
Belə fayllar var. Burada məsələn DLL faylı var, ondan sonra DLL exe fayllar var və s. və s. var. Bunlar nədir? Bizim daha öncədən yazılan, Microsoft tərəfindən yazılan, bizim yazdığımız C# kodlarının icra oluna bilməsi üçün lazım olan yardımçı şeylərdir. Hazır kodlar. Bu kodlar da iki yerə ayrılır. Bu kod hiyerarxiyasına baxın. Bu adamlar bu hiyerarxiyanı necə yaradıblar? Deməli, mənim bu .NET deyə bir şeyim var. Hazır kodlarımın yığını var. Və bunun daxilində burada görürsünüz ki, hazır yazılmış kodlar var. Məsələn, deyək ki, buradan birini biz istifadə edirik. Sistem. Mən indi C# olaraq, mən indi xüsusilə Visual Studio'nun özünü istifadə eləmirəm bu dərsdəki. Ümumi anlayışı sıfırdan başa düşə biləsiniz deyə. Deməli, mən Visual Studio kodunu açdım. Bir dənə C# kodu yazmaq üçün app.js yaratmışam və bunun içərisində kod yazmaq istəyirəm. Eləmi? Və burada deyək ki, öyrənmişəm ki, console write line mənim üçün bu ekrana hello world-ü çap eləyəcək bir koddur. Single bir dənə koddur. İndi mən öz düşüncəmə görə deyirəm ki, mən bu kodu yazıram. İndi mən bunu tərcümə elətdim. Nəticəsini görə bilmək üçün mən bunu tərcümə elətdirməliyəm. Nə etməliyəm? Compile olunmalıdır. Compile olunduqdan sonra mən onu icra eləməliyəm. İndi compile prosesi də deyək ki, Visual Studio'da bu elə belə olur. Tərcümə olunur. Amma işin under the hood necə işlədiyini görə bilmək istəyiriksə, biz buna baxmalıyıq ki, deməli, .NET Framework-un içərisində mənim yazdığım C# kodlarının, yəni source kodlarımın tərcümə olunmasını reallaşdıran, compile olunmasını reallaşdıran bir dənə nə var? CSG exe deyə bu adamlar bir dənə şey verirlər. Haradadır o? CSG exe. Baxın. Bu, necə deyərlər, bizim şeyin daxilində, framework'un daxilində olan bir fayl. Və mən hər hansı bir kodun run olunmasını istəyirəmsə, mən bundan istifadə edəcəm. Yəni, deyəcəm ki, buradan bunun harda olduğunu kopyalayacağım. Bu nəyin içərisindədir? Burada. Mənim indi burada yazdığım kodu icra eləməyim üçün nə eləməyim lazımdır? Deməyim lazımdır ki, zəhmət olmasa get bu fayla, bu papkaya, yəni çünki mən tərcüməçimə yönləndirməliyəm ki, qardaş, götür bunu, tərcümə elə mənim yazdığım kodu. Gəldik buraya yazdıq. Bunu yazdıq. Və burada deyirəm ki, CSG exe bu proqramı işlət, bu mənim tərcüməçimdir. Bu proqramın içərisinə mənim yazdığım kodu göndər. Hansı kodu? App.js kodunu göndər. İndi bu mənim tərcüməçim, yəni compilerım baxacaq ki, compilerım bunu birinci analiz eləyəcək, kodu analiz eləyəcək. Nəyin qaydalarına görə? C# dilinin qaydalarına görə. Bunu analiz edəcək. Mən indi bunu enter elədiyim zaman burada hər hansı bir compile prosesi getmədi. Compile prosesinin getməməsinin səbəbi odur ki, deyir ki, sənin buradakı yazdığın kod əksikdir, nələrəsə ehtiyac duyur. Bunun üçün də hiyerarxiya belədir. Deməli, deyir ki, sən bu kodu birincisi, mən sənə icazə vermirəm belə kod yazmağa. Mənim framework'um daxilində, mənim hazır istifadə elədiyim sistem var. Məsələn, console, write line, bunlar hazır yazılmış kodlardır. Bu kodlar haradadır? Məsələn, bu mənim yazdığım kodu icra edən, məsələn, console deyə bir şey var. Konsolun hələ nə olduğunu bilmirik. İzah edəcək bunu. İndi bunun da bu hazır yazılmış bir koddur. Mən onun necə yazıldığını bilmirəm. Amma hazır yazılıb. Harada yazılıb qoyulub? Burada yazılıb. Nəyin içərisində yazılıb qoyulub? Burada axtarsaq sistem DLL deyə bir fayl var. Sistem DLL deyə. Bu DLL də IL kodudur və hazır yazılmış kodlardır.
Baxın burada. Sistem deyilir. Və bunu Microsoft tərəfindən, .NET tərəfindən hazır yazılıb. Mənim buradakı yazdığım kodların işləyə bilməsi üçün tələb olunan nələr varsa, referenslər və ya biz sonradan bunlara dependency deyəcəyik. Bunlar hamısı deyək ki, konsolun işləməsi üçün lazım olan dependencylər hardadır ki, biz bunlara library də deyə bilərik, kitabxana da deyə bilərik, hazır kodlardan ibarət kitabxanalar və mən bunu istifadə etməliyəm. Və bunu istifadə etmək üçün də gəlirəm bura deyirəm ki, using system. Yəni, deyir ki, zəhmət olmasa get .NET tərəfindən, .NET Framework tərəfindən hazır yazılmış kodu götür istifadə elə. O fundamentin üzərinə bundan istifadə elə. Console write line-dan istifadə elə. Amma bu ilə də kifayətlənmir. Bu ilə də kifayət. Deyir ki, buradakı kodları eləmək üçün C# sənədir ki, müəyyən strategiya olmalıdır. Deyir ki, sən necə ki kod yazırsan, bunun üçün C# o qədər sistemli öz şeyini qurur ki, hiyerarxiya qurur. Yəni ki, matryoşka kimi öz yazılan kodları sistemə salır. Yəni, kompaktlaşdırır. Deyir ki, bunların da kompaktlaşdırmaq üçün birincisi mən burada belə bir sənlə namespace deyilən bir anlayış gətirir. Namespace nədir? Namespace sizin bir application'ınızın fayllarının, yazdığınız kodlarının daha kompakt şəkildə, daha anlaşılır şəkildə bir yerə yığılması üçün verilən addır. Bunun vəzifəsi, bu namespace deyilən keyword'ün vəzifəsi ki, sonraki dərslərdə daha detallı danışacaq bundan. Bunun işi sadəcə o anda yazmaq istədiyim proqramın kodlarını kompakt şəkildə bir yerə yığmaq üçün istifadə olunan bir strategiya. Namespace. Və bunun içərisində bizə deyir ki, C# sənin hər hansı bir kodunun işlənməsi üçün hələ bunlara ad vermirik. Class proqram və s. bunlara ad. Bunun da kompakt şəkildə əgər mən burada iş görmək istəyirəmsə, bu böyük application fikirləşin. Bunun kiçik hissələrini ayırıram mən burada. Deyirəm ki, əgər mən bir şirkət olaraq düşünsəm, bunu belə düşünə bilərsiniz. Bunu şirkət olaraq düşünün. Bunu da şirkətin departamenti olaraq düşünün. Departamentlər. Məsələn, proqram departamenti, marketing departamenti, o departament, bu departament. Bunu daha detallandıra bilər. Və indi buradakı deyir ki, əgər mən şirkətə girirəmsə, şirkətin bir giriş qapısı olmalıdır. Yəni, məsələn, mən hər hansı bir şirkətə girəndə reception'a girirəm. Birdən-birə bütün şeylər mənim qabağıma düzülmür ki, departamentdə. Mən birinci reception'a gedirəm. O reception'dan məni yönləndirirlər ki, get filan yerə, get filan yerə. Düzdürmü? İndi bunun üçün də birinci deyir ki, C# proqram yazmaq üçün mənə deyir ki, zəhmət olun, bu sənin giriş qapındır. Burada cəmaata hello world de. İndi bunların hamısına, bu sintaktik sözlərin hamısına məna verəcəm. Ondan sonra deyir, bunu istifadə elə. İndi yazdım. Bu mənim ən minimal application'ım. Gəlirəm indi buna bayaqki kimi deyirəm ki, zəhmət olmasa mənim yazdığım buradakı kodları C#'ın qayda qanununa görə yazmışam. Zəhmət olmasa bunu mənim üçün tərcümə elə. Bunu tərcümə eləyəndə bu nə edir? Götürür bunu tərcümə edir və diqqət edin, avtomatik olaraq burada əvvəl bu yox idi. Bunu silək. Bunu sildim və mən bu compiler'ı CST.exe mənim üçün nə edir? Mənim source kodumu götürür, bir exe faylına çevirir. Exe faylına da biz bundan sonra nə ad verəcək? IL kodu. Yəni Intermediate Language kodu. Çevirdi buna. Və ondan sonra mən gəlib burada bir dənə console write line, console read line yazaq. Read line. Yazaq ki, bunu rahatlıqla. İndi mən bunu yazdım. Gedirəm bunu harada yaratmışamsa, gəlirəm bura. Buna double click edirəm. Bircə dəqiqə bunu compile edeyim. Təkrar compile edeyim. Compile olunsun. Və gəlirəm bura. Bunu double click edeyim. Artıq ilk proqramı mən burada icra eləmiş oldum. Gördüyünüz kimi. Əslində, məntiq bəsitdir. Yəni, bir çox insan C#'ı öyrənəndə çətin gəlir, amma hiyerarxiyanı bildiyiniz zaman C# aşırı şəkildə bəsit bir dildir.
Yəni çox rahat bir dildir. Çünki o qədər strukturlu bir sistem var ki, sizin orada hər hansı məntiqi bildikdən sonra səhv eləmək şansınız yoxdur. Çünki və o qədər sizə hazır metodlar, hazır xüsusiyyətlər və s. verirlər ki, siz onun rahatlığından istifadə edə bilərsiniz. Tək buradakı sizin eləyəcəyiniz şey hiyerarxiyanı tutmaq, proqram hiyerarxiyasını tutmaq və onlardan istifadə edə bilmək. Diqqət edin, indi burada da biz nə eləmiş olduq? Hazır kitabxanamızdan Microsoft'un mənim üçün yazdığı hazır kitabxanadan istifadə elədim. Ondan sonra o kitabxana daxilində hazır olan ki, sonra bunlara class deyəcək. Bunlardan istifadə etməyə başladım və mən nəticədə öz proqramımı yazmış oldum. Və onun compilerını da mənə verir, mən o compilerdən istifadə edirəm. İndi burada mən gəlirəm deyirəm ki, artıq bunu yazdım. İndi gəlib şey eləmək lazımdır ki, bu hiyerarxiya nədir? Burada birinci məna verə bilmək lazımdır. Nəyə? Birinci buna məna verə bilmək lazımdır. Bu nədir? Burada yazılan kodlar nədir? Bunlar nə məna kəsb edir? Proqramlaşdırmada OOP-də nə məna kəsb edir? Bunlara baxmaq lazımdır. İndi bugünkü dərsimiz ümumi konseptlərin izah olunmasıdır. Ondan sonra daha detallarına girəcək. Bunun üzərindən yola çıxaraq mən belə bir şey deyəcəm. Deməli, mən istəyirəm ki, deyək ki, real həyatdan bir nümunə verəcəm. Mən istəyirəm ki, deməli, bir kofe istehsal edeyim. Kofe içim. Eləmi? Və bunu da istəmirəm ki, üçü birində olan hazır paketlərdən istifadə edeyim, stakanın içərisinə töküm için. İstəyirəm ki, mənim bir dənə kofe aparatım olsun. Onunla mən rahatlıqla kofe düzəldib ondan içim. İndi mənim məqsədim, yəni proqramlaşdırmada birbaşa məhsul istehsal etmək yox, o məhsulu istehsal eləyəcək bir qurğu yaratmaq. Bunun üçün gəlirəm, nə edirəm? Real həyatdan nümunə verirəm. Gəlirəm bura. Deyirəm ki, burada mən nə yaratmaq istəyirəm? Kofe aparatı yaratmaq istəyirəm. Requirementlarıma baxıram. Kofenin yaradıla bilməsi üçün, kofe aparatının kofe istehsal edə bilməsi üçün, kofe aparatının nə olması lazımdır? İçərisində kofe tökə bilməyim üçün bir yer lazımdır. Ondan sonra su tökə bilməyim üçün bir yer lazımdır. Qutu lazımdır, qab lazımdır, okey. Ondan sonra da bir dənə nə lazım mənə? Deyir ki, bu aparatın içərisidir bura. Bura gördüyünüz isə bir də var ki, biz aparatın çölündən, kofe aparatının çölündən onun içərisinə su və ya kofe tökəcəyik. Düzdürmü? Bunun üçün də mənə nə lazımdır? 2 dənə burada yer lazımdır belə. Belə düşünək. Bunları qıf kimi fikirləşə bilərsiniz. Okey? Ondan sonra bu kofe aparatının içərisində bunlar var. Ondan sonra bir də bu kofe ilə suyu birləşdirən, yəni kofeni istehsal edən bir dənə qurğu olmalıdır orada. O qarı mikser olmalıdır, hər nədirsə onlardır. Ona görə də mən onu bu şəkildə, burada da bir dənə mikserimiz var. Belə deyək. Belə bir mikserimiz var. Və ondan sonra indi bu ümumi sistemimizi yaratdıq. İndi proses necə olacaq? Yəni, mən əgər kofe içmək istəyirəmsə, proses necə olacaq? Buradan gələcəm. Burada bu su olsun. Suyu tökəcəm buradan. Buradan bir dənə yol var, bura. Töküləcək bu qabın içərisinə, aparatın içərisinə. Buradan da kofe töküləcək bura. Ondan sonra bunlar hər ikisi gətirəcək, birləşəcək bura. Bu da birləşəcək bura. Burada mix olunacaq. Bunun nəticəsində də, bu aparatın işinin nəticəsində də mən kofe içmiş olacam. Yəni, çox bəsit şəkildə real həyatda bir aparat istehsalı bu şəkildədir. Qıf qoyulur, içərisinə o qıfdan gələn malzəmə hər nədirsə, məmulat hər nədir, onun qoyulması üçün bir yer var və onlar birləşir bura və bunun nəticəsində də siz bunu işlədirsiniz. İndi bunun, bu şəkli ağlınızda saxlayın. Bunun eynisini adamlar deyirlər ki, gəl biz buradakı görülən işləri özümüz ifadə eləyək C# və ya kodlaşdırma ilə, proqramlaşdırma ilə bunu ifadə edək. Bunun üçün nə edirlər? Deməli, bunu götürürlər, bura adlandırma eləyəcəm mən. Deyirəm ki, bunun adına deyirəm ki,
Coffee. Coffee aparatı. Aparatı. Dedim. Bu ümumi aparatın adı. Ondan sonra bura gəlirəm. Özüm adlar qoyacağım. Sonra onların istihsal yerində. Bura gəlirəm deyirəm ki, kofe yeri. Bura deyirəm su. Ondan sonra bura deyirəm ki, o çöldən tökülən su gəlsin. Buranın adı olsun kofe. Buranın adı olsun su. Burada istehsalçı aparat. İstehsalçı aparat ki buna da biz hələ ki adını deyəcəm. Constructor deyəcəm. Konstruktor. Yəni konstruktor deyirəm. Niyə konstruktor deyirəm? Çünki əsas işi icra edən budur. Yəni bunun işləməsi nəticəsində mən kofeni içə bilirəm. Düzdürmü? Ona görə indi bunu mən proyeksiya eləyəcəm proqramlaşdırmaya. Öz proqramlaşdırma məntiqinə. OOP məntiqinə. Eləmək üçün də gələcəm. Bunu deyir ki, proqramçılar. Bunu eləmək üçün eləyəcəyiniz şey class keyword-ündən istifadə edirik. Gəlirik ki, coffee aparatı yazıram. Və bunun içərisində bu coffee aparatını təyin elədim. Ondan sonra deyirəm ki, bunun içərisində mən indi adlandırmanı eləyəcəm. Deyəcəm ki, coffee aparatı metodu qoyuram bunun adına. Və bu bayaqki konstruktor dediyimiz şey təyin eləmək üçün, yəni əsas icra eləyən, işi görən funksiya nədirsə, onun adını deyir ki, əgər bu klassın adı ilə eyni adda bir metod təyin eləsən, mən onu C# olaraq onu konstruktor, yəni ki, bir aparat işə düşəndə ilk icra edici funksiya olaraq mən bunu başa düşəcəm. Okay. Ondan sonra deyir ki, mən bunun içərisinə deyək ki, hələ ki string, deyək ki coffee ötürürəm bura. Bunlar da qıfdır. Deyirəm ki string su qoydum bura. Okay. Ondan sonra bunlar qıfdır. Yuxarıdan gələn bunlar parametrləri. Diqqət edin, parametrlərin vəzifəsi nə idi funksiyalarda? Çöldən məlumat daxil eləmək. Yəni hara? Funksiyanın bodysinə, funksiyanın içərisinə. Ona görə ondan sonra deyirəm ki, gəlirəm bura. Deyirəm ki, this nöqtə coffee bərabərdir coffee. Ondan sonra this nöqtə su bərabərdir su deyir. Bu da nədir? Coffee su diqqət elədirsə, bayaqki nələr idi? O coffee aparatının içərisində olan malzəmə, o qutular idi. Və bunlara bu şəkildə indi disi sonradan izah edərəm nə olduğunu. Bunu yazdıq. Bunu yazdıq bu şəkildə. İndi mən bundan təzə hər hansı bir şey yaradanda, bir dənə də buradan deyək ki, console log, console write line, coffee aparatı hazır deyə bir şey verdik. Xüsusiyyət verdik bura. Baxın, aparatımı hazırladım. Məlumatlarımı. Aparat hazırdır. Mən indi bu aparatı işlətməliyəm. Gələcəm bura. Deyəcəm ki, var coffee və ya belə deyək də, coffeeniz hazırdır deyək bura. Hazırdır. Deyirəm ki, mən təzə bir coffee tökmək istəyirəm özümə. Nə etməliyəm? Coffee aparatını icra eləməliyəm, istehsal eləməliyəm, istifadə eləməliyəm. Bərabərdir deyirəm. New coffee deyirəm. New coffee ola bilməsi üçün mən burada yazmışam nə? Coffee ilə su daxil olmalıdır. Belə deyək. Belə deyək buna. Bir miqdar coffee. Və deyirəm ki, bir miqdar su daxil elədik. Ondan sonra mən deyirəm ki, bunu mən icra elədiyim zaman baxaq görək nəticə nə olacaq. Gedək açaq. Bunu compile elədik. Bir dəqiqə. Gəldik bura. Ondan sonra bunu
Bir dənə də console write line qalsın orada. Console write line qalsın ki, mən bunu görə bilim. Console write line. Read line. Read line da o şey deyirəm ki, console application'larda mənim yazdığım konsol bağlanmasın. Bunu indi bizim üçün şey normalda eləyir. Definition for su and su. Bizə dəqiqə. Su. Bizə dəqiqə. Kofe bərabərdir. Kofe bərabərdir su. Bunu deyəcəm. Və bundan mən istehsal edəcəm. Bizə dəqiqə bunları dis.coffee desək və ya dis.coffee desək. Hətta bunu burada da yarada bilərik. Deyirəm ki, baxın, bu daha rahat başa düşülən olar sizin üçün. Deyirəm ki, coffee deyə bir şey yaradıram. Bunların hamısını get set nədir onları izah edəcək. Və ondan sonra gəlirəm burada. Deyirəm ki, bunun içərisinə coffee-ni qoyuram, bunun içərisinə suyu qoyuram. Və deyirəm ki, kofeniz hazırdır deyək. Belə bir struktur yazdım. Pardon. Buradan eləyək. Vaxtımız getməsin. Buradan kofe və s. və s. Bunları mən yaratdım. Və bunun nəticəsində mən buradan ekranda bunun nəticəsini görəcəm. Burada hələ ki bu compile olunmadı. Compile olunmasında nə şey var? Bircə dəqiqə. Could not be found. Public string get set elədik burada. Coffee aparatı. Coffee bərabərdir bu. Coffee bərabərdir bu. Bunda arası bir problem yoxdur. Coffee və s. və s. Bunda yaratdıq. Hər hansı bir sıxıntımız yoxdur. Bir dəqiqə. Saxlayaq bir dənə. Burada indi Visual Studio'da əlavə şeylər yükləməyim lazımdır. Bunların istehsal olması. Amma ümumi struktur budur. Yəni quruluş strukturu budur ki, mən buradan artıq bunu istehsal edə biləcəm. Yəni, baxın, real həyatdakı məsələni bura proyeksiya elədim. Əsas məqsəd budur. İlkin olaraq. Ondan sonra və burada artıq bu klassdan istifadə edərək mən burada obyektlər edə bilirəm. İstehsal edə bilirəm. İstədiyim qədər. 1 dənə, 2 dənə, 5 dənə, 10 dənə istehsal edə bilirəm. Və bunun üzərindən artıq mən hiyerarxiyamı qura bilirəm. İndi klassla bağlı növbəti dərsimizdə daha detallı danışacağıq. Amma bugünkü əsas məqsəd C# işləməsini, yəni buradakı klassın nə olduğunu başa düşə bilməyiniz üçün ümumi .NET Framework-unu başa düşməyiniz lazımdır. İndi gəlin altdan yuxarıya doğru gedək. Mən burada nə yaratmışam, fikir verin. Bir dənə aparat yaratmışam. Bu nədir? Coffee işinə baxır. Bu nədir? Bizim üçün proqramın girişini təmin edir. 2 dənə ayrı-ayrı vəzifəni işi görən ayrı-ayrı bir struktur qurduq. Və bu 2 dənə strukturun vəzifəsi nədir? Mənim app adında bir dənə proqram yaratmaq istəyirəm. O proqramın hissələrini. Eləmi? O proqramın hissələrini işlətmək üçün mən namespace yaratdım ki, qardaş, mən belə bir application yaradacağım. İçərisində 2 dənə departament olacaq. Bunu 3 ola bilər, 5 ola bilər, 10 ola bilər. Ondan sonra bunlar da nədən istifadə edir? Fikir verin. Yəni, tək başına istifadə etməyə icazə vermir mənə. Qapalı sistem, diqqət edin. Bu, sizdən deyir ki, sən mütləq şəkildə qapalı sistem olmasını buradan başa düşə bilərsiniz. Deyir ki, mən daha əvvəl yazmışam, sistem adında hazır metodlar yazmışam, hazır necə deyərlər, kodlar yazmışam, ondan istifadə eləmək məcburiyyətindəsən. Qapalı sistem dediyimiz budur. Yəni, mən bunun kodlarını dəyişdirə bilmə səlahiyyətim yoxdur. Ona görə biz buna qapalı sistem deyirik. Və bunun qapalı sistemin müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Yavaş-yavaş kod yazdıqca bunu görəcək ki, bu bizə müsbət qapalı sistemin bizə gətirdiyi müsbətlər nələrdir? Qapalı sistemin bizə gətirdiyi mənfilər nələrdir? Onlara da zamanla baxacaq. Ona görə indi buradan bir dənə son olaraq bir dənə buna baxaq. Deməli, .NET Framework-un hiyerarxiyasına baxsaq, bunun daxilində nələr var, nələr yazılır? Yəni, bunun içərisində hansı tipdə kodlar yazılır? Fikir verin.
Deməli, birinci .NET Framework-ün əsas vəzifələrindən bunun içərisində olan hazır kodların sistematikası nədir? Birinci, IL kodlar var. Sistem, ondan sonra onun burada gördüyünüz bütün o şeylər ki var, fayllar ki var. Bunlar .NET Framework-ün daxilində olan fayllar. Və bunlar nəyə qulluq edir? Birincisi, bu framework hazır klasslar var. Class library dediğimiz şey, framework class library dediğimiz şey, mesela sistem deyərək class library. Yəni klasslardan ibarət bir kitabxana. Namespace. Məsələn, bunu buradakı məsələn sistem namespace kimi fikirləşə bilərsiniz. Ondan sonra bunun üst levelında mənim üçün hazır nə verir? Məlumatlarla işləmək üçün hazır klasslar verir. Ondan sonra mənim proqram yaza bilməyim üçün, məsələn, Windows application yaza bilmək üçün, web application yaza bilmək üçün, mobil application yaza bilməyim üçün hazır olan bir struktur verir ki, mən o strukturlardan istifadə edəcəm. Ondan sonra deyir ki, bu strukturlar da elədir ki, siz sadəcə C# yazaraq yox, C++ yazaraq, ondan sonra F# yazaraq, Visual Basic yazaraq, kodların dillərindən istifadə edərək bu kitabxanaları istifadə edə bilərsiniz. Buna görə .NET Framework-un sistemini buna görə çox qəşəngdir. Yəni, adamlar o qədər hazır sistem veriblər ki, bizə biz rahatlıqla götürüb onlardan istifadə edirik. Özümüzü yormadan. Zaten hazır yazılmışı var, götürüb ondan istifadə edəcəyik. Yəni, mən deyək ki, sistem library'si olmasaydı, mən nə etməli idim? Console application'ın yazılması üçün lazım olan bütün kodları sıfırdan yazmağım lazım. Bu da mənə vaxt itkisidir. Windows-a deyir ki, itirmə. Mənim hazır bir dənə kitabxanam var, götür ondan istifadə elə, yaz. Vaxt itkisi ortaya product çıxarmaq üçün. Əsas məqsəd buradadır. Dolayısıyla biz indi C#'ın OP-sini başa düşmək üçün bu hiyerarxiyanı heç vaxt yadınızdan çıxarmayın. Çünki biz bundan ciddi şəkildə istifadə edəcəyik. Bunun daha detallı versiyasını istifadə edəcəyik. İndi ilk olaraq anlayışınızı oturaqlaşdırmaq üçün OOP paradigmasının tarixçəsinə bir dənə baxa bilərsiniz. Hansı dillər OOP-dən istifadə etməyə başlayıb, nə vaxtdan istifadə etməyə? Bu da sizə ümumi anlayışınızı genişləndirmək üçün fürsət verəcək. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənə qədər.